Salam əziz müdavimlər, xoş gördük hər birinizi. Bugün sizlər güvənin test topusundan mövzularla nəzər salacaq. Əlimizdə olan son güvən nəşri 2024 olduğu üçün biz 2024-dən izah çəkirik. Başlayaq ilk olaraq fonetikanın saytlar və samitlər hissəsinə. Kar cingiltili samit cütlüyü olan hansı sözün yazılışı ilə deyiliş arasında fərq digərlərindən çoxdur. Birinci bilməlisiniz ki, kar cingiltili samit cütlüyü nədir? Baxın, kar cingiltili samit cütlüyü odur ki, bir sözün daxilində həm kar, həm cingiltili samit olsun. Təbii ki, biz bunu tələffüzə əsasən müəyyənləşdirəcəyik. Müəllim, bunların qoşa işlənməsi, yanaşı işlənməsi vacibdirmi? Xeyr, ola bilər biri sözün əvvəlində olar, biri sözün ortasında olar və yaxud da ki, biri sözün sonunda olar və yaxud da ki, onlar ikisi yanaşı işlənə bilərlər. İndi diqqətlə baxaq. Abadlaşmaq sözünün tələffüzü necə olacaq? Abad daşmaq. 3 dənə fərq oldu. Kar cingiltili samit cütlüyü varmı? Bəli, var. Tınandı, cütlükdür. Ona görə burada 3 dənə fərq oldu. Digərlərinə baxaq. Koordinasiya. Burada bir dənə fərq olacaq. Qoşa o'lar A kimi tələffüz olunur. Bir fərq var burada. Çıxdıq. Heç burada kar cingiltili samit cütlüyü də yoxdur. Digər sözə baxaq. Cəld diknən. Burada 4 dənə fərq oldu. 4 dənə fərq oldu və lalə nən kimi tələffüz olundu. T oldu D. Daha doğrusu D oldu T. Cəld. L oldu D. K oldu X-tirik. Lalədə nən kimi tələffüz olundu. 5 dənə fərq olmuş oldu. Kar cingiltili samit cütlüyü varmı? Bəli, var. T-dır, var. Digər sözə baxaq. Sərbəstləşmə. T düşəcək. L olacaq. Sərbəst. Sərbəstləşmə. L olacaqdır. 2 dənə fərq olmuş oldu. Digər sözə baxaq. İntihasızda ümumiyyətlə fərq yoxdur. Deməli, cavabımız olacaq C variantı. Həm kar cingiltili samit cütlüyü var, həm də ən çox elə tələffüz fərqi buradadır. Birinci sualın cavabı olur C variantı. Digər suala baxaq. Səbəb nəticə əlaqəsinə aid bir sualdır. Burada səbəb verib, buna uyğun nəticə tapmalıyıq. Digərlərində nəticə verilib, nəticəyə uyğun səbəb yazmalıyıq. Bəzi müxtəlif cinsi qoşa samitlə bitən sözlərə samitlə başlayan şəkilçi artırıqda tələffüz zamanı qoşa samitlər arasında sait səs tələffüz olunur. Məsələn, tutaq ki, üzür sözünə süz artırsaq, tələffüz zamanı bu araya qapalı sait əlavə olunur. İndi baxaq. Bunun nəticəsi nə olacaq? Deməli, bəzi müxtəlif cinsi qoşa samitlə bitən sözlərə samitlə başlayan şəkilçi artırıqda tələffüz zamanı qoşa samitlər arasında sait səs tələffüz olunur. Deməli, belə sözlərin tələffüzündə səs artığı müşahidə olunur. Bəli, həqiqətən də səs artığı müşahidə olunacaq. 1-ə uyğun gəlir. Baxaq, konfet sözünün tələffüzündə dodaqlanan sait yoxdur. Müəllim, axı var. Xeyr, yoxdur. Sən bunun tələffüzünü yazsan, o olacaq A. Düzdür? Deməli, konfet sözünün tələffüzündə dodaqlanan sait yoxdursa, deməli, belə çıxır ki, bəzi sözlərdə o A kimi tələffüz oluna bilər. Ona görə bura A-nı yazacağıq. Baxaq, K hərfi işləndiyi sözdən asılı olaraq 3 müxtəlif səs ifadə edə bilər. Deməli, belə çıxır ki, Azərbaycan dilində samit səslər onları işarə edən hərflərin sayıca çoxdur. Ona görə cavab olacaq burada C uyğun gələcək. Nə deməkdir? Baxın, hərf K-dır, amma 5 dənə səs verir. Görürüz, deməli, səs hərfdən daha çox olmuş olur. Ona görə 1-ə, 2-A, 3-C, yəni bu sualın cavabı olacaq A variantı. Digər suala baxaq. Hansı sözə bitişdirici samitin işləndiyini əminliklə demək mümkündür? Biraz diqqətli olaq bu testdə. Baxın, mədəni sözün 2 cür düşünmək olar. Mədə isminə tutaq ki, i təsirli hal və yaxud da i mənsubiyyət artırsan, məcbur bula n bitişdirici əlavə olunmalıdır. Bu bir variant. İkinci variantda mədən isminə i artırmış olacaqsan, bu zaman n burada köklü olur. Görürüz, n bura köklü oldu. Bura bitişdirici olur. Ancaq bunu əminliklə demək olmaz ki, bitişdirici var yoxsa yoxdur. Digər sözə baxaq. Dəliyə. Baxın, biri var ki, dəli isminə AE sait artırasan, Y əlavə oluna bitişdirici olaraq. Bir də dəlik isminə sait artırasan, bu zaman təbii ki, sait gəlir üçün bu K-Y olacaq, düzdür? Deməli, indi sən bilmirsən, bu Y, K-dır, Y olub, yoxsa bitişdiricidir. Ona görə bunda çıxırsan. D variantına baxaq. Onlarla. Baxın, biri var, o əvəzliyinə lar cəm artırasan və lalə qoşma artırasan. Bu zaman bura n bitişdirici tələb olunur. Bir də var ki, 10 sayına larla
leksik şəkilçisini artırasan, bu zaman bu olur 10 sayı, yəni sözün kökündə olan n-dır. Bu zaman da bitişdirici olur. Ona görə burada da dəqiq müəyyənləşdirmək olmur. Digərə baxaq. E variantına baxaq. Kürəyə. Baxın, biri var. Kürə sözünə yönlü hal artırasan, y bitişdirici tələb olunar. Bir də var. Kürək sözünə yönlü hal artırasan, bu zaman ç, y ola. O zaman sən deyə bilməyəcəksən, y ç-dır, yoxsa y bitişdirici. Bunu da çıxırıq. Cavabımız olur C variantı. Niyə? Çünki əmi sözü bir cür düşünmək olar. Əmi sözdür, köküdür, a yönlü haldır. Y sadəcə bura bitişdiricidir. Başqa bir alternativimiz yoxdur. Cavab olacaq C variantı. Növbəti suala baxaq. Alma sözünün son samitinin kar və ya cingilti olduğunu necə bilmək olar? Ümumiyyətlə, bir sözünün son samitinin kar yoxsa cingilti olduğunu müəyyənləşdirmək üçün, bilmək üçün özündən sonra sait ilə başlayan şəkilçi gəlməlidir. Sözə yerli hal şəkilçisi, yerli hal dandəndir, samitlə başlayacaq. Cəm şəkilçisi lairlərdir, samitlə başlayacaq. Mənsubiyyət şəkilçiləri bəli, bu saitlə başlayır, ona görə cavabcıdır. Sözə şəkilçi artırmaqdan tələffüz etməklə. Baxın, şəkilçi deyir, düzdür? Biz bilmirik axı bu şəkilçi saitlə başlayır, yoxsa samitlə başlayır. Ona görə bunu düz götürə bilmərik. Müəllim, axı saitlə başlaya bilər, o zaman samitlə də başlaya bilər də, bu ehtimalda axı. Desəydi ki, saitlə başlayır, o zaman cavab ola bilərdi, amma sait demir deyə bunda çıxırsan. Bu sözdən sonra m-dən, bu da samitlə başlayır deyə olmayacaq, cavab olur C variantı. Sözlərdən birinin yazılışı ilə tələffüz arasında 3 fərqli məqam var. Baxın, zəhm sözdür, lalə gəlib, deməli araya i artırılacaq, lalədən nan-nən kimi tələffüz olunacaq. Deməli 3 dənə fərq oldu. Ustalıqla bu olacaqdı, ustalıqla. Deməli 1, 2, 3, 4 dənə fərq oldu. Bunu çıxdıq, bizə 3 lazımdır. Ləzzətlə qoşacılarda fərq olmur. Burada sadəcə nan-nən kimi tələffüz olunacaq. Burada 2 oldu. Stasionar. Bir dənə araya y əlavə olunur. Bir də o olur. A. Burada da 2 oldu. Sənətkarlıq. Deməli l olur. Bir dənə də axırda q olur. X. Bu kar olduğu üçün, kar şəkilçisi olduğu üçün fərq olmayacaq. Kar və keşin çığısı dəyişmir həmişə, yadda saxlayın. Ona görə düzgün cavabımız olacaq elə A variantı. 6-cı suala baxaq. Azərbaycan sözünə hansı şəkilçi artırdıqda sözün ilk hərfi kiçik yazıla bilər? Yadda saxlayın. Azərbaycanca, Azərbaycanlı, yəni ca və l-nı artırsan kiçik yazılmış olacaq. Cavabın olur 1 və 2. Müəllim, niyə? Ona görə ki, Azərbaycan xüsusi isimdir. Amma Azərbaycanca danışıram desəm, burada Azərbaycanca xüsusi isim deyil axı və yaxud Azərbaycanlı şəxsdir, xüsusi isim deyil axı. Davam eləyək. Verilmiş hökm sözlərdən hansının öz əksini tapmır? N samiti M və B və M samitlərindən əvvəl cəhətdə M kimi tələffüz edilir. Bizə lazımdır ki, tələffüz edilməsin. 111 M olacaq, şənbə M olacaq, qonmaq M olacaq, son beşik M olacaq. Can başla da elə olduğu kimi qalır. Ona görə cavab olur C variantı. 8-ə baxaq. Hərflərin tələffüzü olunma şəkillərindən biri səhv verilmişdir. D hərfi T və D-nı verə bilər, bəli. Ç hərfi Ç-nı, Y-nı, Ç-ştırıq, X-ştırıq və C-nı verə bilər, doğrudur. Q hərfi Q-nı verər, K-nı verər, X-nı verər, H-nı verər, doğrudur. N hərfi N və M-nı verər, doğrudur. Y hərfi Y-nı versin. Y hərfi amma X-ştırığı verməz. X-ştırığı yalnız Ç verir. O görə cavabımız olur E variantı. 9-a baxaq. C hərfi ilə yazılır. Baxın. Baxaq, sözlərin hansılar C hərflə yazılır. Ümumiyyətlə, C-la, yoxsa Ç-la yazılmasını müəyyənləşdirmək üçün özün sözün əvvəlinə baxın. Cingiltili gələrsə C-la yazılır özündən əvvəl. Kar gələrsə Ç-la yazılır. Sadəcə burada nəyə diqqət yetirməliyik? Deməli, nisgil sözü və miskər sözü özündən əvvəl kar olsa da C-la yazılır. Bunlara diqqət yetirin. Amma məsələn, miskil, mis, s-kardı, Ç olacaq. Müş, Ç-kardı, ş-kardı, Ç olacaq. Kəs, s-kardı, Ç olacaq. Gicgah, bu da C olacaq. Cavab oldu 2, 3, 5, yəni D variantı. Təkrar edirəm. Bu boşluqlara sən C yoxsa Ç yazmağını müəyyənləşdirmək üçün boşluğun əvvəldəki samitə bax. Kar olsa Ç yaz, cingiltili olsa C yaz. Çünki elə Ç-kardı, C da cingiltilidir. Sadəcə nələrə diqqət edəcəksən? Miskər və niskil sözləri biraz kənara çıxır. Çünki burada s-lar kar olsa da ora Ç yox, C yazmış olduq. Ya da ki, elə sözün orfoqrafiyasını əzbərlə getsin. Cavab olur D variantı. Ona baxaq.
hər bir sıranı tamamlaya bilən. Baxın, burada hamısı incədir. Burada hamısı açıqdır. Burada da hamısı nədir? İncədir, açıqdır. Burada da hamısı dodaqlanmayandır. Düzdürmü? Bu dodaqlanandır çıx, bu qapalıdır çıx, bu dodaqlanandır çıx, bu qapalıdır çıx. Qalsın, həm incədir, həm açıqdır, həm dodaqlanmayandır. 11-ə baxaq. Bəzi məqamlarda iki hecalı isimlərdə saitlə başlayan hal və ya mənsubiyyət şəkilçisi artırıqda söz kökündən düşən saitlər. Söz kökündən qapalı sait düşür. Yaxşı, üstü 4. Saitləri silib yerdə qalanlar. Sildik. Düşünün, qapalı saitlər silmişsə yerdən qalacaq. Yerdə açıq saitlər qalır, düzdür? İncə deyə bilmərsən A qalındır. Qapalı deyə bilmərsən, tutaq ki, elə O açıqdır. Dodaqlanan deyə bilmərsən, məsələn, Ə dodaqlanmayandır. Qalın deyə bilmərsən, Ö incədir. Ona görə cavab olacaq A variantı. 12. Sözlərin hansında saitin uzanması sözün mənasını, bu 4 dənə sözdür. Bunları əzbər bilmək lazımdır. Bəzən, sonra dava, əyan, nərə və s. Corab ipi birləşməsində corab sözünün yazılışı deyilişindən fərqlənməməsinin səbəbi. Çünki özdən əvvəl, özdən sonra sait gəlib. Cavab C olacaq. Tələffüz şəklində verilmiş hansı sözdə? Bu BDCC qaydasıdır. BDCC-dən sonra sait gəlsə olduğu kimi qalır. Samit gəlsə kar olur. Yaxşı. 14. Tələffüz şəklində verilmiş hansı sözdə eyni səslər öz sərf qarşılığını deyil, iki müxtəlif, bu iki müxtəlif sözlərə fikir verin. Yaxşı. Otlayır. Baxın, belə olmalıdır. Otlayır. Bəzəyir. Dişləyir. Darayır. Bəsləyir. Baxın, müəllimə hamısında biri ədi, biri i və yaxud da biri adı, biri i. Hansını seçək? Baxın, deyir ki, şərtə diqqətlə baxın. Tələffüz şəklində verilmiş hansı sözdə eyni səslər öz hərf qarşılığını deyil, iki müxtəlif hərf ifadə edir. Sən bura baxsan, bəli, i müxtəlif hərf olan əni ifadə elədi. Digər i müxtəlif hərf ifadə eləmədi axı. Bizə lazımdır hər ikisi müxtəlif ifadə eləsin. Görürsünüz? Burada müxtəlif deyil, burada da müxtəlif deyil, burada da müxtəlif deyil, burada da müxtəlif deyil. Amma ilk sözü nəzər salsam, burada u a imiş, burada u ı imiş. Otlayır. Bəli, ona görə cavabımız olur elə A variantı. Kəhliyotu birləşməsinin asıl tərəfindəki K hərfinin səslənməsi müvafiq arıcılığa müəyyənləşdirin. Birisi sözün əvvəlində K, milli sözlərə K-nı verir. Samit gəlsə xıştırıq verir. Özün sonra sait cəhətdə Y-nı verir. K, xıştırıq və Y. Yəni A variantı. 16-cı suala baxaq. Hansı bəndəki sözlərə yalnız açıq saitlər iştirak eləyir? Belə burada hamısı açıqdır. B-də maşın sözünə I var. Hakim sözündə i var, milyon sözündə i var, itki sözündə i var. 17. Tələffüz şəklində verilmiş hansı sözlərdə açıq saitin qapalı saitə çevrilməsi hadisəsi baş verməmişdir? Dəviyə, bu dəvəyədir, baş verib. Tülküyə elə olduğu kimidir. Oxuyurlar, burada da saitlərə fərq yoxdur. Kölgəyə, kölgüyə bu əymiş. Üzürcü bu da olduğu kimi qalıb. İzləyir, burada əymiş. Baş vermir deyirsə 2, 3, 5, yəni E variantı. Bənd sözünə hansı şəkildə qoşulsa, söz kökündəki son samit kar tələffüz olunmaz. Baxın, bilirsiniz ki, BDCC qaydasıdır. Sait gəlsə kar tələffüz olunmaz. Ona görə D-ni seçsən və yaxud görürsünüz, samitdir, amma bu saitdir. 19. Söz kökünün son hecasındakı sait, incə, qapalı, dodaqlanan olarsa, sözə aşağıdakı şəkilçilərin hansılar artırıla bilər? Baxın, şəkilçi sözün son hecasının ahənginə uyğun olaraq artırılır, düzdür? Bizə deyir ki, sözün kökünün son hecasının saiti incədir. İncədirsə nəyə artırmalıyıq? İncələri artırmalıyıq, düzdür? Qalındır, incədir, qalındır, incədir, qalındır. 2-4-ü artıra bilərsən, cavabın olur C variantı. 19-20-yə baxaq. Sözdəki uzun tələffüz olunan saitlə bağlı klasseri tamamlayın. Klasserin şərtinə diqqət etmək lazımdır. Yaxşı, musiqi. Burada musiqi U uzanır. Baxaq fikrə, qalın saitdir. Bəli, qalındır. Bu doğrudur. Sən bunları doğru olaraq tamamlamalısan. Yanlış olsaydı, yanlış olaraq tamamlayacaqdın. Qapalı saitdir. Bəli. Dodaqlanan saitdir. Bəli. 1-2. Cavab olur E variantı. Bəzi sözlərdə ü kimi tələffüz olunur. Xeyr. Başqa saitlə yanaşı işlənə bilməz. Bilər. 21-ə baxaq.
Ailə, səmavi, qəribə sözlərin hər üçünə aid oxşar. Deyiliş, yazılış fərqlidir. Səmavi fərqlənmir, qəribə də fərqlənmir. Bilirsiniz ki, uzanma fərq yaratmır. A-şıqqına tabedir, ailə tabe deyil. A-dan B getdi. Tələffüzü uzun tələffüz olan sait var. Ailə, səmavi, qəribə. Bəli, var. Cavab C-dir. Səslərin, səhifələrin sayını çoxdur. Səmavi ilə qəribədə fərq yoxdur. Samitlərin hamısının kar cəmiyyətli qarşılığı vardır. Səmavidə M var. Qəribədə R var. Ailədə L var. Ona görə cavab olur elə C variantı. 22-yə baxaq. Hansı sözə la şəkildə artırsaq, yeni yaranmış ifadənin səs-verər tərkibi sayca eyni olar. Heyrətlə artırsanız, heyrət nən kimi tələffüz olunacaq. Bir dənə n əlavə olunur. Qəzəblə yenə də nən olacaq. Qəzəblə bir dənə n əlavə olunur. Diqqətlə n əlavə olunur. Diqqətlə. Cəsarətlə yenə n əlavə olunur. Təəccüblə, müəllim burada da əlavə olunur da. Olunsunda təəccübdə ənin biri də düşür axı. Ənin biri düşəcək, ənin biri düşəcək. Bir dənə də n əlavə olunacaq. Biri düşdü, biri gəldi. Deməli sayı bərabər olur. Yəni dəyişmir. 23. Saytlərin sayı baxımından sual işarəsinin yerinə işlənə bilən fiqur. Baxın, 3 dənə sayt var. Bu da 3 bucaqdır. 1, 2, 3, 4 dənə sayt var. 4 bucaqdır. 1, 2, 3, 4, 5 sayt var. 5 bucaqdır. 6 sayt var. 6 bucaqdır. 1, 2, 3, 4 sayt. 1, 2, 3, 4 sayt var. 4 bucaq olmalıdır. Yəni C variantı. 24. Ç-yə əvəzləməsinin baş verdiyini əmillə demək olar. Baxaq. Baxın, ç-yə əvəzləməsi baş verib deyəndə, əni at, bura ç yaz. Kölgək. Belə söz var, yoxdur. Burada da əni at, bura ç yaz. Körpək yoxdur. Əni at, bura ç yaz. Kürək var. Yaxşı. Bir dəqiqə. Kürək sözü var. Bunu sən iki cür düşünə bilərsən. Bunu bayaqları izah eləmişdik. Biri var kürə. Kürə. Buna A-yə artırarsan Y bitişdiricisi olar. Biri var kürək. Sadəcə sayt gəlir üçün K-yi olar. Bunu dəqiqləyə bilmərsən. Sonra bura baxaq. Körpük olmaz. Bunda çıxsan külək olar, olar. Yaxşı, külək sözündə gəlin baxaq külək. Bəlkə orada həm K-yə əvəzləməsi baş verib, həm də Y bitişdiricisi əlavə olunub. Gəlin baxaq. Külə sözü var. Külə sözü var ki, sayt gələndə Y bitişdirici olsun. Yoxdur müəllim külə sözü. Bəli, onda cavabın D variantı olur. 25. Q samitinin orfoqrafiyasını nəzərə alaraq tələffüz baxımından uyğun olanı müəyyənləşdirin. Baxaq. Nöqtə burada K olur. Maraqlı burada X olur. İqlim burada Q olur. Bunu seçək. Şəfəq K olur. Təqsir K olur. Otaq X olur. Bunu da seçək. Bizə X lazımdır. Aşıq X olur. Məqsəd K olur. Sarmaşıq X olur. Bizə X lazımdır. Bunu da seçdik. Cavabımız olur. Deməli 4, 6, 8. Yəni bir dəqiqə 6, 7, 8. Yəni C variantı. 4'ü çıxmışdıq. 26. Tələffüz şəklində verilmiş sözlərin hansılarının son hərfi cəmiyyəti samitlə yazılıb kar tələffüz olunur? Romantik elə K-dır. Brilliant T-dır. Brilliant D-dır. Daha doğrusu brilliant D yazılır, T deyilir. Qırmanc C yazılır, Ç deyilir. Cavab olur elə B variantı. Çörçöp P-dır. Ədəbiyyat T-dır. Asfalt T-dır. Bəli, cavab C olur. Hansı bənddəki sözlərin hər ikisinin nöqtələrin yerinə yazmaq olar? Fonetikada öyrənilmir. Sayt öyrənilir, ahəng qanunu öyrənilir, heca öyrənilir, hərf öyrənilir. Cavab D-dir. Təkmənalı sözlər və terminlər leksikologiyada öyrənilir. 28. Hansı bənddəki bütün sözlərin son samiti eyni hərflə yazılmalıdır? Yarpaq, yarpaq Q-dır. Az çox elə X-dır. Bunu çıxın. Oliqarx X-dır. Tank K-dır. Bunda çıxın. Çarmıq X-dır. Əxlaq K-dır. Bunda çıxın. K-dır daha doğrusu. K kimi yazılır amma K tələffüz olunur. Fabrik K-dır. Fantastik K-dır. Otaq, otaq Q-dır. Bunda çıxın. Qarışıq Q, yataq Q, bulaq Q. Cavabı R variantı. 29. Hansı sözlə səslərin sayətlərin sayından azdır? Təəccüblə də bayaq dedik, düşür, bir dənə də əlavə olunur. Burada bərabərdir. Baxaq, aidiyyat Y əlavə olunur. Burada da Y-nin biri düşür. Burada bərabərdir. Bunu da çıxın. Daima A-nin arasında Y əlavə olunur. Burada artıq səsin sayı çoxdur.
Bizə lazımdır səsin sayı hərflərin sayından az olsun. Rəhimli. Burada i əlavə olunur, burada da çoxdur. Amma neft çıxarmada fıtıdan sonra baxın, fıtı var. Özün sonra samit gəlib, demək t düşəcək. Bu olur nef çıxarma. Burada t düşür deyə səslərin sayı azdır. Cavab olur C variantı. 30. Nöqtələrin yerinə uyğun gələn hərfləri müəyyənləşdirin. Aha, meridian, mavzoley, preparator. Baxaq. Deməli 1-ə uyğun gəlir C, 2-yə uyğun gəlir A, 3-ə uyğun gəlir B. E variantı. Nümunənin birində eyni qoşa hərflər, müxtəlif səslər. Baxın, qoşa l-larda fərq olmur, f-larda fərq olmur, s-larda fərq olmur, y-larda düşmə ola bilər, başqa heç olmaz, heç burada da düşməyəcək. Amma diqqətdə birinci olur K, sonra olur G, deməli cavab olur C-dir. 32. Hökmü tamamlamaq üçün nöqtələrin yerinə uyğun sözü müəyyənləşdirin. Sözünə samitlə başlanan şəkilçi artırıqda sözün son samiti olduğu kimi, saitlə başlanan şəkilçi artırıqda isə y yazılır. Baxaq, birinci sait artıraq təbrikin y yazılmadı, iştirakın y yazılmadı, mülkün yazılmadı, tədarükün yazılmadı, ətəyin y olacaq, ətəklər samitlə başlanan şəkilçi artırıqda sözün son samiti olduğu kimi ətəklər. Baxaq, sözün samitlə başlanan şəkilçi artırıqda sözün son samiti olduğu kimi, saitlə başlanan şəkilçi artırıqda isə yazılır deyir. Görürsünüz, yazılır. Ətəklər yazsaz, bəli, elə ki yazılacaq. Müəllim, axı y deyilir. Y deyilir, daha doğrusu xıştırıq deyilir. Xıştırıq deyilir. Amma yazılışa baxın. Bizdən yazılış soruşur. Ki yazılacaq mı yenə? Ona görə cavab olur D variantı. 33. Xanalardakı samitlərə toxunmadan açıq saitləri pozub, yalnız qapalı saitləri saxlamaq. Açığa pozsaq bu getdi, bu getdi, bu getdi, bu getdi, bu getdi. Baxaq, f, ü, z, u, l, füzuli. Cavab olur Manaf Ağayev. 34. Qanat sözünə hansı şəkilçisini artırsaq, söz sonundakı samit yazılığı kimi tələffüz olunar. B, D, C, C qaydasıdır. Olduğu kimi qalması üçün sait olmalıdır. Samitdir, 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 samitdir. Cavabı olur D variantı. 35. Tələffüz şəklində verilmiş hansı sözü iki müxtəlif nitq səsi kimi düşünmək olar? Şagirtsiz. Şagirtsiz sinif sifət olur. Bir də siz şagirtsiz. Siz burada şəxs şəkilsi. Ona görə cavab olacaq A variantı. Digərlərini düşünmək olmaz. 36. Hansı birləşmənin birinci tərəfinin son samiti yazılışından fərqli tələffüz olunur? Coşqun dəniz olduğu kimidir. Mürəkkəb. P-dan sonra samit gəlib. Daha doğrusu B-dan sonra samit gəlib. B, D, C, C qaydasında bu olacaq P. Cavab olur B variantı. Palaz olduğu kimidir. Sait gəlir üçün C olduğu kimi köklərdə fərq olmayacaq. 37. Saitlə başlanan şəkilçi artırıqda hansı sözdə q əvəzləməsi baş verməz? Baxaq. Balığın oldu. Üfiqin, məntiqin olmadı. Cavab B'dir. Tapşırığın, bacarığın, aşığın. Aşiq olmur, amma aşıq olur. Aşiqin, aşığın. Sözlərin birində saitlə başlanan şəkilçi artırıqda q samitini keçmir. Artır yoxla. Budağın, çarığın, qalığın, vərəqin. Bulağın, vərəqində keçmədi. 39. Palıd ağacı birləşməsindəki palıd sözünün sonundakı samit nə üçün tələffüz zamanı kar qarşılığı əvəzləmir? B, D, C, C qaydasıdır. Sait gəldiyi üçün. Cavab C variantı. 40. Hansı bənddəki sözün ilk samitini onun kar qarşılığı əvəz etsə yeni söz alınmaz? Baxaq. Təmir, köz, tərs, səfər. Amma seyf deyə bir söz yoxdur. Cavab D-dir. 41. Sözlərin hansında sait usanması sözün mənasının dəyişməsinin səbəbi olur? Bayaq da buna aid sual var idi. Cavab nərədir? Digərlərində belə bir fərq olmayacaq. Ləpə, alim, kitab, təmir. Heç birinə uzanma yoxdur. 42. Sözlərin birində incə qapalı dodaqlanmayan sait. İncə qapalı dodaqlanmayan sait hansıdır? İ ola bilər. Həm incədir, həm qapalıdır, həm dodaqlanmayan sait. Uzansın. Qəribədə bayaq dedik, i uzanacaq. Cavab B variantıdır. Möcüzə, ö uzanır, vaqif, a uzanır, şikayət, a uzanır, musiqi, u uzanır. Nümunədə nöqtələrin yerinə hansı ifadə yazılsa, çərçivədəki sözün son samiti kar tələffüz olunur. Ki kar olması sözün sonra samit gəlməlidir. Samitdir, samitdir, samitdir. Cavab olur A variantı. 44. Hansı sırada K hərfi müvafiq olaraq K-nı, xıştırıq və y-nı verir? Sənətkar K, K-dan sonra samit gəlir üçün xıştırıq, sait gəlir üçün y. Cavab olur A variantı. 45. Hansı bənddəki söz birləşməsinin birinci tərəfinin son samiti yazılığı kimi tələffüz olunur?
BDCC qaydası C-dan sonra Sait gəlir 3, yəni yazılı kimi olacaq. Samit gəlir Ç olur. Samit gəlir T olur. Samit gəlir T olur. Samit gəlir Ç olur. 46. Q hərfi arıcı olaraq Q-nı versin. Bəzən bu Q-nın qarşısında belə bir şey yazırlar. G. Elə bu da Q-nın tələffüz forması, yəni G deyirik. Bu sizə çarıqdırmasın. Yaxşı. Q-nı verməlidir, X-nı. Baxın, 9-a birinci Q-nı verir. Bunu çıxdıq. Bizə lazım birinci Q olsun. Qoruqda birinci Q-nı verir. Sonra sözün sonunda X-nı verəcək. Burada özün sonra Sait gəlib deyə Q-nı verəcək. Üfüq burada da K-nı verəcək. Baxaq şuraya bir Q, X, Q, K. Q, X, Q. Bəli, cavab olur B variantı. 47. Verilmiş sözlərə xas olan ümumi fonetik əlamət. Hospital, xarizma, kvorum, pragmatik. Hamısı hangi qanuna tabedir? Hospital tabe deyil. Bunu çıx. Hamısının tərkibində samitlər kardır. Hospitalda L cingiltilidir. Bunu da çıx. Hamısının tərkibində hecaların sayı eynidir. Hospitalda 1, 2, 3, xarizma 1, 2, 3, kvorum 2. Bunu da çıx. Hamısının tərkibində qarşılığı olmayan samitlər var. Hospitalda L, xarizma R, kvorum M, R, pragmatik M. Bəli, cavab olur D variantı. Hamısı kar samitlə başlayıb cenitiv samitlə bitir. Baxaq görək nə var burada. Məsələn, pragmatik elə bu K nədir? Kardır. 48. Sözlərin birində iki müxtəlif səs eyni hərflə yazılıb. Kənd, kənd. Dəki. İki müxtəlif hərfdə düzdür. Biri T-dır, biri D. İki müxtəlif səsdir. Eyni hərflə yazılıb mı? Yazılıb. Cavab A olsun. Tələbat. Eyni səs, eyni hərf. Azadlıq. Burada heç eyni səs yoxdur. Mütləqiyyət. Mütləqiyyət. Bu da qaydaya uyğun deyil. Təəssüf. Bu da uyğun deyil. Cavab olur variantı. 49. Hansı nümunədə Y samitlinin kar qarşılığı işləmişdir? Y-nin kar qarşılığı X iştirikdir. Baxaq. 2-dan sonra samit gəlib. Ürək sözü. Cavab olur B variantı. Küləyin gücü burada yoxdur. Şəkilçinin növü yoxdur. Kənd havası yoxdur. Mürəkkəbdə də K-nın birincisi olur K, ikincisi olur G. 50. Hansı cütlükdə kar samitlərin sayı bərabərdir? Baxaq. Ahəng X-la K 2 dənə. Fərasət 1, 2, 3. Burada 3 dənədir. Planet P-la T 2 dənə. Həvəskar 1, 2, 3. 3 dənə. Sirrər 1 dənə. Sintez 1, 2 dənə. Yetkin. Baxaq. Yetkin 1 dənə. Türbə 2 dənə. Türbə yox. Burada da 1 dənədir. Düzdür. 1 dənə T-dır. Unutqan. Unutqan 1 dənə. Üfüq 2 dənə. Cavab olsun D variantı. Yetkin 1 dənə. Türbə 1 dənə. Bəli. 51. Hansı bənddəki söz birləşməsinin birinci tərəfin son samiti yazılı kimi tələffüz olunur? Baxın, D-dan sonra BDCC qaydası samit gəlib T olacaq. D-dan sonra BDC-dir. Samit gəlib T olacaq. Sonra kənd axşamı ilə bu D-dır. Gənc qız Ç-dır. Süt bidonu. Süt bidonu. Deməli, cavab olur C variantı. Kənd axşamı. 52. Hansı sözlə səslərin sayıfların sayından azdır? Gənclər bərabərdir. Ailə səsin sayı çoxdur çünki Y əlavə olunub. Addım bərabərdir. Güzəşt Ş-tıdır. Ş-tıdan sonra samit gəlir üçün T düşür. Cavab olur D variantı. Zambaq artım azalma yoxdur. 53. Sözlərin birində cinitiv samitlərin sayı digərlərindən nisbətən çoxdur. Baxaq. Sərbəst dəşmə 1, 2, 3, 4. Bulutsuz 1, 2, 3. Sonra dokuz 1, 2, 3. Sonra yarpaq, daha doğrusu bu yarpaqdan 1, 2, 3. Dalğıc 1, 2, 3. Bu Ç olacaq. Ç. Burada da 3 dənə. 4 dənə A variantında olur. Cavabı ora variantı. 54. Sözlərdə fərqləndirilmiş hərfin ifadə etdiyi səs baxımından aşağıdaşlardan biri cərgəni davam etdirə bilər. Pətək xışdırıq, ürək bulandırma xışdırıq. Küsgün, burada C olur. Burada elə K olur. Eynək, burada xışdırıq olur.
Yəni bu bizim işimizə yarayır. Cavab A variantıdır. İnatkar 2 olur. Kükürt 2 olur. Pilləkən 2 olur. Cavab oldu A variantı. 55. Fikirlərin biri düzgün deyil. Hərflərin müəyyən sıraya düzülüşü əlifbada doğrudur. Danış səsləri 2 ilə bölünür. Sait samit doğrudur. Hecə yalnız bir saitdən ibarət ola bilər. Doğrudur. 2 hərfi 5 dənə bu səsləri ifadə edir. Doğrudur. 23 samit səs yox. 25 səsdir. Səhv E variantıdır. 56. Fonetika haqqında fikirlərin biri səhvdir. Samitlərin 4'ü sonordur. Bəli. X sonor deyil. Sadəcə cəngitli qarşılığı yoxdur. 4 deyəndə L, M, N, R-ın nəzərə tutur. Ahəng qanunu sözün yazılışını ilə müəyyənləşdirir. Doğrudur. Qalın saytlar incə saytların çoxdur. Baxaq. Qalın saytlar incə nədir? 4 dənədir. İncə 5 dənədir. Cavab C-dir. Danış səsləri fonetikada öyrənir. Dilimizdə cəngitli qarşılığı olmayan bir kar samit var. Doğrudur olardı. 57. Hansı sözlərə dodaqlanan dodaqlanan uzun saytlər iştirak edir? Musiqi uzanır. Xüsusi uzanır. Hökumət uzanır. Cavab olsun A variantı. 58. Hansı bənddə birinci tərəfin son samiti kar tələffüz olunur? Sait gəlib cingiltili olacaq. Sait gəlib cingiltili olacaq. Sonra sait gəlib cingiltili olacaq. Sait gəlib cingiltili olacaq. 4. Palıt. Samit gəlib görürsünüz. BDCC qaydasıdır. 59. Hansı bənddəki sözlərdə eyni səs müxtəlif hərflərlə ifadə olmuşdur? Kələm, katib ikisi K-dır. Dar, yar ikisi də R-dır. Seçci, bitci. Eyni səs müxtəlif hərf. Seçci, bitci ikisi eyni hərfdir. Nöqsan, nöqsan, klub. Eyni səs, müxtəlif hərf, bəli. Eyni səsdir, düzdür? Nöqsanda da K var, K var. Klubda da K var. Amma müxtəlif hərfdir. Birin Q verib, birin Q verib. Onca cavab olsun D variantı. 60. Hansı bənddəki sözlərin tərkibində yalnız uzun tələffüz edilə bilməyən, uzun tələffüz edilə bilməyən I və Ü-nü nəzərə tutur? I və Ü harda var? E variantında var. 61. La, nan şəkilçisi tələffüz olunmur. La şəkilçisi nan kimi tələffüz olunmur. Baxaq. Dostumla, qayıqla, ehtiyatla, ocaqla, odla, bacından, burada da nan var. Amma bu lalə deyil, axı bu dandəndir. Diqqətli olun. Cavab olsun D variantı. Rahat sualdır əslində. Sadəcə görmək lazımdır. Bəzən elə nan yazırlar, baxırlar elə hamısı nandır, cavab tapmırlar. Amma burada dandır, nan kimi tələffüz olunur. Hansı bənddəki bütün sözlər K hərfi X kimi tələffüz olunur? Bütün sözlər. Burada elə K olduğu kimi qalacaq. Ələk, X. Çiçəkli, X. Ürək, X. Belə, B-dir cavab. Burada kürkdə K-dır, kəklikdə K-dır, kəsəkdə K-dır. 63. Hansı sözlərəki cingitli samitlərin kar qarşılığı yoxdur? Liman yoxdur, maral yoxdur, mineral yoxdur. Cavab adı. Burada K var, Y var, burada K var, burada D var, burada P var. 64. Hansı söz birləşməsinin birinci tərəfindəki son samit cingiltili tələffüz olunmur? Sait gəlib cingiltili olacaq. Samit gəlib kar olacaq. Cavab B-dir. Samit gəlib cingiltili, samit gəlib cingiltili, samit gəlib sait gəlib. Daha doğrusu saitdir, cingiltili olacaq. Zıd onsuz da olduğu kimi qalır. 65. Hansı birləşmə daxilindəki sözlərdən yalnız birinin tələffüzü yazılışından fərqlənir? Baxaq. Qanat T olur, çalmaq X olur. Hər ikisində oldu. Axşam şəfəqi heç birində yoxdur. Quşun qanadı heç birində yoxdur. Saatın A-nın biri düşdü, əqrəbi bunda yoxdur. Burada var, burada yoxdur. Cavab E variantıdır. Sümbül M olur, dəstəsi D olur. Bunda çıxdıq. 66. X səsi kimi tələffüz oluna bilən hərf yalnız K-dır X-lərdən. Ona görə cavab olur B variantı. 67. Verilmiş sözlər arasındakı ortaq qanuna uyğunluqlar hansı bənddə pozulmuşdur? Manşet, manjet. Baxaq görək burada nə qanuna uyğunluq var? Hə, burada Ş-nı kar qarşılığı, Ş kardır, cingiltili qarşılığına əvəz ediblər, yeni söz yaranıb. Burada cingiltili qarşılıqla yeni söz yaranıb, cingiltili qarşılıq yeni söz yaranıb, cingiltili qarşılıq yeni söz yaranıb. Burada cingiltili qarşılıq deyil, tamam başqa bir hərfdir. Ona görə cavab E-dir.
68. Yazılışı tələffüzü fərqlənməyən qoşa samitli. Baxın. T'lar fərqlənir, q'lar fərqlənir, ç'lar fərqlənir, q'lar fərqlənir. L, s, v. Bunlar fərqlənməyəcək. Digər suala baxaq. Xəstəlik sözünün tərkibində hansı səslər yoxdur? Gəlin yazaq. Xəstəlik. Hə, baxın. T, d-ya keçir. Ç-da x-dirəkə keçir. Onun nə t olmayacaq, nə də ç olmayacaq. 4 və 6 var mı? Var. C variantı. 69-dan sonra 70. Corab ipi və corab fabriki. Baxın, burada sait gəlib deyə b qalır. Burada samit gəlib deyə p olur, düzdür? Birinci birləşmənin asıl tərəfində 3 cingiltili, bəli, 1, 2, 3. İkinci tərəfdə isə 2 cingiltili, bəli, 1, 2. Cavab olur A variantı. 71. Hansı bənddəki sözlərdə iki müxtəlif səs eyni hərflə ifadə olunmuşdur? Baxaq. Kolxoz, klub. Burada ikisi də k-dır, elə ikisi də k hərfinə yazılır. Kitab, Kamal. Burada da ikisi k-dır, k-la yazılır. Kağız, k-dır. Baxın, iki müxtəlif səsdə, düzdür? Burada k-dır, burada k-dır. Amma eyni hərfinə yazılıb, düzdür? Cavab C-dir. Kərim, kənd eynidir, kar, kələm eynidir. Cavab olur C. 72. Söz ortasındakı iki müxtəlif kar samit yanaşı gəldikdə adətən ikincisi cingiltə tələffüz olunur. Hansı sıradakı sözlərə bu qaydanı aid etmək olmaz? Müş, gül aid oldu. Niz, gil aid oldu. Məf, dil aid oldu. Məx, v aid oldu. Məşhur, ithaf heç bir fərq olmayacaq. Cavab B variantıdır. Hansı sözə d hərfi, baxın, t hərfi d samitin ifadə edir deyib keçməyin. Axıra qədər oxuyun. T hərfi d samitinin kar qarşılığın. D-nın kar qarşılığı nədir? T. Görürsünüz, elə demək istəyir ki, t olduğu kimi qalsın, yəni t-nı versin. Dəftər d olur, mətbəx t olur, istəkli d olur, müftə d olur, isti d olur. Görürsünüz, bir dənə burada olduğu kimi qaldı. 74. Hansı sözə sait ilə başlayan şəkilçi qoşulluqda q əvəzləməsi baş vermir? Sait ilə başlayan şəkilçi qoş, yoxla, bulağın getdi, şəfəqin qalır, otağın getdi, çırağın getdi, toyğun getdi. 75. Sual, mətbuat, seans sözləri üçün ortaq. Hər üçündə uzun tələffüz olan sait var. Sual, mətbuatda yoxdur məsələn, sualda da yoxdur. Hər üçün deyiliş yazılışı fərqlənmir. Sual, mətbuat, seans. Bəli, fərqlənmir. Hər üç hangi qanuna tabedir? Seansda pozulub. Hər üçündə vurğu ikinci hecaya düşür. Sual, mətbuat, seans. Baxaq. Sual, mətbuat. Bura sona düşür. Çıxın. Hər üçü iki hecalıdır. Sual üç hecalı. Cavab olur B variantı. 76. Hansı sözə bütün samitlər kar tələffüz olunur? Püs, də. Bura cingiltidir, görürsünüz. Çəkic. Çəkic. Ç olur. Sahil elə l var burada. Şaftalı d var. Hətta d var. Çəkicdə sonlara ç olur deyə hamısı kardır. 77. Yalnız kar samitlərin işləndiyi, yalnız cingiltidir, həmkar ham cingiltidir. Xəs, də. Görürsünüz, d cingiltilidir, x kardır. Deməli, burada həmkar var, həm cingiltili. A-nı yaz üçə. İyanə, əzgin, eleci. Hamısı cingiltilidir. Ona görə yalnız cingiltili. B-ni yaz 2-yə. Fasad, itaət, daha doğrusu pafos. Hamısı kardır. Yalnız kar. C-ni yaz 1-ə. Bitki, bitki. Tok, qaz. Görürsünüz, elə nağda bu qların biri k olur, biri q və yaxud da bitkidə kar cingiltili. Ona görə d-nı da yazın 3-ə, yəni kar cingiltiliyə. Radar, nəzim, maliyyə. Hamısı cingiltilidir. Bunu da yazın 1-ə. 1C, 2B, 3A-dır. 1C, 2B, 3A-dır. Yəni D variantı. 78. Hansı fikir səhvdir? Sonu q ilə hərfi ilə bitən əksər alınma sözlərə q əvəzləməsi baş vermir. Doğrudur. Q əvəzləməsi olması üçün milli olmalıdır. Xətkeş, günahkar sözlərinin yazılışı tələffüzdən fərqlənmir. Doğrudur. Ahəng qanunu kök şəkilçi arasında möhkəm gözlənilir. Doğrudur. Sözlərdəki samitlərin təhlili və heca bölgüsü tələffüzə əsasında aparır. Heca, ahəng qanunu və vurğular tələffüzə yox, yazılışa görə aparılır. Cavab D variantıdır. 5 samitin qarşılığı yoxdur. Bəli, sonların üstə x-nı da saysanız 5 olacaq. 79. Hansı bənddə G hərfi iki müxtəlif səs ifadə edir? Otaq, yarpaqlı. İkisində də x-dır. Üfüq, k, şəfəqli, k, maqnit, q, qatil, q,
dayanacaq x, uçuq sökük x, ittifaq k, intiqam q. Görürsünüz burada k-dır, bir dənə q-dır. Cavab olur E variantı. 80. Hansı sözə iki uzanma var? Xaincəsinə bir dənə uzanır. Əsrarəngiz bir dənə uzanır. Novruzgül uzanma yoxdur. Təriqət bir dənə uzanır. Dahi A uzanır. Yanə yenə A uzanır. B variantı cavab. 81. Nümunələrdən birinin yazılışı səhvdir. Vermişel. Vermişel. Belə olmalıdır. Cavab A variantıdır. 82. Hansı sözlə səs hərf tərkibi sayca bərabərdir? Xüsusiyyətdə y-nin biri düşür. Sədriş i əlavə olunur. Cəsarətlə n əlavə olunur. Maraqla n əlavə olunur. Qətiyyətdə y-nin biri düşür, bir dənə n əlavə olunur. Görürsünüz, bir dənə düşmə, bir dənə artırma var. Ona görə cavab D'dir. Hansı söz zincirli samitlə başlayıb kar samitlə bitir? Kərpiç. Karla başlayıb karla bitdi. Mavzoley. Zincirli ilə başlayıb zincirli ilə bitdi. Pələng. Zincirli ilə başlayıb karla başlayıb karla bitdi daha doğrusu. Qanat. Qanat. Görürsünüz? Zincirli samitlə başlayır, karla bitir. Cavab dedi. Kanal karla başlayır, zincirli ilə bitir. 84. Hansı bənddə K hərfi Y səsini ifadə edir? Baxaq. K Y-ni ifadə eləmək üçün 2-dan sonra sait gəlməlidir. Düzdür? Harada sait var? Harada 2-dan sonra sait var? Çiçək, ətir. Bəli, B-dir cavab. Kəhlik səsi. Burada bu K-da qalanları xışdırıqdır. Ərik xışdırıqdır. Müdrik K olduğu kimi qalır elə. Küləyin K olduğu kimi qalır elə. Cavab B-dir. 85. Hansı sözlərin tələffüzü zamanı açıq sait, qapalı saitə çevrilir? Baxaq, nailiyyət fərq yoxdur. Təliyə oldu. Başa aşağı düşmə var, amma açıq qapalı keçmir. Gözdüyür keçdi. Oxuyarlar fərq yoxdur. Qaralıyın var. 2, 4, 6. 86. Verilmiş sözlərə iki hərfin buraxıldığını nəzərə alaraq nöqtələrin yerinə yazıla biləcək. Baxaq. La, yi, hə. Düzdür? Sonra nə olsun burada? La, yi, hə. Deməli, yınan hını çıxaq. Ək. Silmək. Deməli, nə oldu birinci? Birinci nəyə əlavə elədik? Y-nı 3, X-nı 2. Aha, necə olmalıdır bu? Sonra nə əlavə elədik? Yox, bu belə olmamalıdır axı. Əskilmək olur da, düzdür? Əskilmək. Ona görə necə olur? 32-ni yazdıq, sonra 4, sonra 1. Düzdürmü? 32, 41. Əskilmək, hə. 32, 41. 87. Hansı sxemlərdə verilən hallarda K-yı Q-ğa əvəzləməsi baş vermir? Təbrikin, təbriklər, təbrikim, təbrikə vermədi. Görməyə verdi. Natiqin vermədi. Bulağa verdi. Cavab olur 1 və 4. 88. Xışdırıq səsi var. Baxaq, çörəkçi var. Məqsəd burada K olur. Müvəqqəti biri Q-dır, biri K. Daşürəkli xışdırıq var. Sükanla K olduğu kimi qalır. Ləçəkli var. Deməli, harda oldu? 1-də oldu, 3-də oldu, 4-də oldu. Düzdürmü? Yoxsa baxaq bir dəfə də 1-də oldu, 3-də olmadı, yox. 4-də oldu, pozaq bunu. 1-də oldu, 4-də oldu və 5-də oldu. 1, 4, 5. 88. Burada qaldı. 88-də baxdıq. 89. Şəkilçilərin hansını çörək sözünü artırıqda K-yə əvəzləməsi baş verər? Aha. K-yə olması üçün sait olmalıdır. Düzdür? Yəli hal ınla başlayır, saitdir. Üçüncü şəxsin xəbər şəkilçisi dırdır. Bu samitdir, çıx. Yerli hal şəkilçisi dandəndir. Daha doğrusu yerlik dadədir. Samitdir, çıx. Birinci şəxslərin mənsubiyyəti saitdir, götür. Təsirli hal saitdir, götür. Cəm şəkilçisi samitdir, çıx. 1, 4, 5. Uzun saitli söz həyat yoxdur. Səyahət var. Əqidə var. Sahil var.
Həzin yoxdur. Mündəricat yoxdur. 2, 3, 4. 91. Hansı sözdə C hərfi yazılan fərqli tələffüz olunur? Çəkic Ç, cəmilə olduğu kimi qalır, icazə olduğu kimi qalır, kərpic Ç, vicdan J, balaca olduğu kimi qalır. Nəyi götürüb burada? Cəmilə 2, kərpic 4, vicdan 5. 2, 4, 5. Daha doğrusu 1, 4, 5. 1, 4, 5. Çəkic, kərpic, vicdan. 92. Hansı sözün ilk samitini onun kar qarşılığı etsək, yeni mənalı söz əmələ gələr? Tar, çiər yoxdur, sabit var, tağ var, tələ var, palış yoxdur. 1, 3, 4, 5. 93. Hansı birləşmələrin birinci tərəfinin son samiti cincil tələffüz olunmur? Baxaq. C-dan sonra samit gəlib kar olacaq. Sait gəlib cinciltilidir. Ürək samit gəlib kardır. Sait gəlib cinciltilidir. Azadlıq mübarizəsi samit gəlib kardır. Cincilti tələffüz olunmursa, deməli 1-i seçdik. 3-ü seçdik. 5-i seçdik. 94. Hansı fikirlər saitlərə aiddir? Ağız boşluğuna sərbəst maniyası tələffüz olunur. Hecamələ gətirir. Bəli. Küydən ibarət olur. Xeyr. Maniyə rast gəlir. Xeyr. 1-dən 2 cavab. 95. Tələffüz zamanı hansı sözlə səs düşümü baş verir? Ədəbiyyat yanın biri düşür. Xətlər fərq olmur. 9. Sadəcə Q olur. Düşmə yoxdur. Saat A düşür. Neftçi T düşür. Məhəbbət fərq yoxdur. Cavab olur 1, 4, 5. 96. Hansı sözdə O hərfi hakimi tələffüz olunur? Paronim fərq yoxdur. Optika fərq yoxdur. Harmoniya fərq yoxdur. Obyekt, vokal. 4 və 5. 97. Q hərfinin ifadə etdiyi səslərə görə ardıcılıq. Kiloqram Q, haqlı K, bayaqdan X, açıq ürəkli Q. Birinci nə gəlir? 2, sonra nə gəlir? 4, sonra nə gəlir? 1, sonra da 3. Baxaq, Q hərfi Q kimi, X kimi, K kimi. Yataq X, sait gəlib deyə Q, burada K, şəfəq, burada da K, miqyas, burada Q. Bizə Q lazımdır, düzdür? Birinci. Ona görə bura B-ni yazaq. Sonra X lazımdır, düzdür? Burada nə yazaq? Buraya da yazaq A-nı. Sonra nə lazımdır? K. K da yazaq C ilə D-ni. 1B, 2A, 3C-dir. Sağ olun, sağlıqla qalın.